Biz sadəcə vasitəçiyik. Biz sadəcə vasitəçiyik. Amma nə xoş bizə ki, o insan ölmədən o insanı Rəbb üçün qazana bilirik. Bizim işimiz budur. Bizim işimiz onun sözünü çatdırmaqdır. Biz nə üçün çağırılmışıq? Nə üçün çağırılmışıq? Bax, bu vacib sualdır. Bu bizim imanımızın kimliyini müəyyənləşdirən bir sualdır. Allah həmişə bizim ruhumuza sakit bir anda pıçıldayır. Sən kimsən dostum? Bugünkü mövzumuzun adı sən kimsən? Bu sadə sual əslində insanın iman kimliyinin kökünə toxunur. İman kimliyinin kökünə toxunur. Və hər dəfə Allahla qarşılaşma gətirib, bax bu sual. Əgər bu suala cavabımız, mən Allahın övladıyam deyilsə, deməli hələ də biz kimliyimizi bilmirik. Kimliyimizi insanlar deyil, bizi yaradan Allah müəyyən edir. Şükür Rəbbə. Rəbbə minnətdaram ki, o öz qüdrətləri ilə, öz sözü ilə, öz huzuru ilə insanların ürəyinə toxunur. Biz sadəcə vasitəçiyik. Biz sadəcə vasitəçiyik. Amma nə xoş bizə ki, o insan ölmədən o insanı Rəbb üçün qazana bilirik. Amin. Və Rəbb Allah bizdən bunu istəyir. O istəyir ki, biz insanların yanına gedək, onlara Məsihin padşahlığı haqqında danışaq. Məsihin padşahlığı haqqında danışaq. Xoş xəbəri o insanlara çatdıraq. Bizim işimiz budur. Bizim işimiz onun sözünü çatdırmaqdır. Amin. Biz keçən həftə müqəddəs kəlamla bölüşmüşdük. Əgər kimisə yadında qalıbsa, kiminsə yadında qalıbsa, bəli? Biz nə üçün çağırılmışıq? Biz nə üçün çağırılmışıq? Nə üçün çağırılmışıq? Bax, bu vacib sualdır. Bu bizim imanımızın kimliyini müəyyənləşdirən bir sualdır. Bu sual tarix boyu peyğəmbərlərə də verilir. Bu sual tarix boyu iman qəhrəmanlarına verilib, həvarilərə verilib. Sən kimsən ümumiyyətlə? Kimsən sən? Allah həmişə bizim ruhumuza sakit bir anda pıçıldayır. Sən kimsən dostum? Bu bizim kimliyimizdir. Ne üçün çağırılmışıqsa, bu bizim kimliyimizi göstərən bir şeydir. Bugünkü mövzumuz keçən həftəki mövzunun davamıdır. Keçən həftəki mövzunun davamıdır. Keçən həftəki mövzu nə idi? Biz nə üçün çağırılmışıq? Bugünkü mövzumuzun adı sən kimsən? Bu sadə sual əslində insanın iman kimliyinin kökünə toxunur. İman kimliyinin kökünə toxunur. Bu tarix boyu, bax dediyim kimi tarix boyu peyğəmbərlərə də verilib bu sual. Bu sual iman qəhrəmanlarına verilib. Bu sual həvarilərə verilib. Sən kimsən? Və hər dəfə Allahla qarşılaşma gətirib, bax bu sual. Yəhyə 1-ci fəsil 22-ci, 23-cü ayədə yaxşı bir cavab var bunun üçün. Və mən keçən həftə müqəddəs kəlamı oxuyanda bu ayə mənim ürəyimə toxunmuşdu. Ona görə istədim ki, bu həftə bu barədə danışaq və keçən dəfəki mövzunun davamı olsun, silsiləli aparaq. Bu artıq 3-cü həftədir ki, biz eyni mövzuda davam edirik. Yəhyə 1-ci fəsil 22-ci, 23-cü ayələrdə deyir ki, sonra ona dedilər, bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən? Yəhyə dedi, mən Yeşaya peyğəmbərin söylədiyi kimi Rəbbin yolunu düz edin deyə səhrada nida edənin səsiyəm. Mən Yeşaya peyğəmbərin dediyi kimi Rəbbin yolunu düz edin deyə səhrada nida edənin səsiyəm. Bu Allahla üzləşmə sualıdır. Bu Allahla üzləşmə sualıdır. Sənin kimliyini belirləyən, sənə sual versələr, sən kimsən? Mən müəllimim. Bu sənin kimliyini belirləmir. Mən ustayam. Bu sənin kimliyini... O demək ki, sən müəllimlikdən çıxanda artıq sənin kimliyin yox olur. Bu demək ki, sən usta sənətini atanda sənin kimliyin yox oldu artıq.
Mən sürücüyəm, sən sürücü maşını satandan sonra sənin kimliyin itdi, yoxa çıxdı. Xeyr, bu deyil bizim kimliyimizi belirləyən. Hər bir insanın həyatında elə bir an gəlir ki, həqiqətən Rəbb Allah sənin qulağına pıçıldayır, ruhuna pıçıldayır, sual verir. Sən kimsən? Kimə xidmət edirsən? Kiminlə bir yol gedirsən? Kimin səsinə qulaq asırsan? Bu sual bizim məsuliyyətimizi, bizim mövqeyimizi, məqsədimizi aydınlaşdırır. Bu sual bizi aydınlaşdırır, bizim kimliyimizi üzə çıxardır, ortaya qoyur. Əgər bu suala cavabımız mən Allahın övladıyam deyilsə, deməli hələ də biz kimliyimizi bilmirik. Deməli hələ də biz kimliyimizi bilmirik. Yəhya sadəcə cavab vermədi, mən peyğəmbərəm. Yəhya cavab verdi, mən çöldə nida edənin səsiyəm. Mən çöldə nida edənin səsiyəm. Yəhya deyir ki, 1:12-də, lakin onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verir. Rəbb Allah, baxın, bizim kimliyimiz hardan gəlir? Rəbb Allah bizə deyir ki, sən mənə iman etmirsənsə, artıq sən mənim övladımsan. Mən sənə bu ixtiyarı verirəm. Kimliyimizi insanlar deyil, bizi yaradan Allah müəyyən edir. Bizi yaradan qüdrətli Rəbb Allah müəyyən edir. O bunu edib artıq. O bunu edib artıq. Bəzən kim olmağımızı bilmirik. Amma bəzən kim olmadığımızı ortaya qoymalıyıq. Kim olmadığımızı müəyyən etməliyik. Kim olmadığımızı aydınlaşdırmalıyıq. Bəftçi Yəhya deyir ki, mən Məsih deyiləm. Mən İlyas deyiləm, mən Yeşaya peyğəmbər deyiləm, mən çöldə nida edənin səsiyəm. Mən səsəm. Mən səsəm, amma söz Məsihdir. Söz Məsihdir, mən səsəm, biz Allahın səsiyik. O bizə öz surətini verib, bizdə öz surətini verib. O bizə surətini verib. Biz onun surətində yaradılmışıq. Sual, sən kimsən? Kimsən? Əgər sən başqalarının səsini təqlid edirsənsə, yəni kopyalayırsansa, özünü ona oxşadırsansa, Rəbbin səsini heç vaxt eşitməyəcəksən. Başqalarının səsi sənə imkan verməyəcək ki, sən Allahın səsini eşidəsən. İnsanların sənə dediyi sən kimsən sualına Məsihin səsi ilə cavab ver. Mən səsəm. Söz Məsihdir. Cavab ver. Mən nida edənin səsiyəm. Çünki biz bunun üçün çağırılmışıq. Bizim çağırışımız budur. Bizim çağırışımız budur. Bəzən kimliyimizi dünya müəyyən edir. Bəzən kimliyimizi dünya müəyyən edir. Fərqi yoxdur nə qədər bilirsən. Bunun önəmi yoxdur. Fərqi yoxdur nə danışırsan. Əsas odur ki, sən nə edirsən. Sənin nə etdiyin sənin kimliyini göstərir. Sən kimsən, nə edəndə göstərəcəksən insanlara ki, sən kimsən. Bilik bu önəmli deyil o qədər də. Danışmaq, nitq qabiliyyəti bu da önəmli deyil o qədər. Əsas etməkdir. Bildiyini öz kimliyinlə etdiyin zaman göstərirsən. Kimliyini öz etdiyinlə göstərirsən. Mən kim olduğumu etdiyimlə göstərirəm. Bəzən baxırıq ki, insan nə qədər bilir. Savadlıdır. Bəzən baxırıq ki, o da necə danışır. Amma onun etdiklərinə baxanda görürük ki, əslində o bir köpüklük həyat tərzi yoxdur o insanın. Bilmək asandır, əzbərləmək asandır. Danışmaq da asandır. Bir neçə insanlara qulaq asıb onlardan söz bazası yığıb əla danışa bilərik. Amma etmək bu ürək istəyir. Etmək bu Allahın ürəyini istəyir bizdən. Əgər səndən soruşsalar, sən kimsən? Cavabın sənin keçmişinə, peşənə, onlara dayanmasın. Səndən soruşsalar, kimsən? Sən deməlisən ki, mən Məsihin səsiyəm. Mən onunla dolmuşam. Onun ürəyi məndə var. Sual, öz kimliyimizi harda tapırıq? Bəzən özümüzü rahat olan insanların yanında öz kimliyimizi tapırıq. Çalışırıq ki, onlarla daha çox vaxt keçirdik. Mənə burada rahatdır.
Onlar mənə bənzəyirlər. Biz kimliyimizi Rəbdə tapmalıyıq. Biz bir dəfə Yahya haqqında danışmışdıq, Yahya Peyğəmbər haqqında. Biz bəzən xidmətçilər olaraq, imanlı olaraq özümüzü kiməsə bənzədirik. Bəzən hansısa təbliğçiyə bənzədirik, bəzən hansısa imanlıya bənzədirik. Bu əslində yaxşıdırmı? Pis deyil. Amma ən əsas vacibi biz özümüzü Məsihə bənzətməliyik. Kim özünü Yahya Peyğəmbərə bənzətmək istəyir? Yahya Peyğəmbərin həyatı barədə danışırdıq biz, yadınızdadır. Yahya Peyğəmbər necə yaşayırdı, nə yeyirdi, onun həyat tərzi nə idi? Biz bu barədə danışırdıq. Yahya Peyğəmbər haqqında danışırdıq biz. Və niçin biz özümüzü Yahya Peyğəmbərə oxşatmaq istəmirik? Niyə? O dəridən paltar geyinirdi, çəyirtkə yeyirdi və çöl balı yeyirdi. Və mən onun həyatını beləncə araşdıranda, onun həyatı haqqında yazılıb ki, insanlar onun zəhimindən qorxurdular bəzən. Bilirsiniz niyə? O qədər çöldə yaşayıb ki, artıq belə zəhimli görsənirdi. Amma o belə bir söz deyirdi. Özü haqqında mən Peyğəmbərəm heç vaxt demirdi. Özü haqqında mən İlyasam da demirdi. O deyirdi ki, mən Məsihin səsiyəm. Mən səsəm. Söz odur. Mən onun yolunu hamarlayıram. Onun yollarını düzəldirəm. Bax, biz bu günləri insanların həyatında bax, bu rolu oynamalıyıq. Məsihin sözünün onun ürəyinə toxunması üçün biz səs olmalıyıq. O söz bu səslə gəlir. O söz bu ürəklə gəlir. Biz onun yollarını hamar etməliyik. Necə? Qapını, darvazanın ağzını təmizləməklə, yox. Onun üçün dua etməklə. Bu sözü səs vasitəsilə ona çatdırmaqla. Müqəddəs kəlam nə deyir? Əgər danışan yoxdursa, kim iman edəcək? Danışan olmalıdır. O sözü danışan olmalıdır. O sözü səslə birləşdirib insanlara çatdıran olmalıdır. Yeremiya Peyğəmbərin kitabında 1-ci fəsildə beləncə bir yer var. Allah deyir ki, mən sənə ananın bətnində surət verməzdən əvvəl səni tanıdım. Doğulmazdan əvvəl səni təqdis edib millətlərə Peyğəmbər etdim. Bu ayə kimin haqqındadır? Bu ayə Yeremiya Peyğəmbər haqqındadır. Allah Yeremiya Peyğəmbərə deyir ki, mən sənə ananın bətnində surət vermişəm. Deməli, sənin surətin artıq bu mənim surətimdir. Sən doğulmazdan əvvəl səni təqdis edib millətlərə Peyğəmbər etmişəm. Bizim çağrışımız bu özümüzdən deyil. Yeremiya Peyğəmbər konkret çağrışını alır Rəbdən. Yeremiya Peyğəmbər Allahı təqlid edir. Allahı həyatında göstərir. O Allahın sözünü insanlara çatdırır. Sual, bəs mən kimi təqlid edirəm? Mən kimə oxşamaq istəyirəm? Kimə bənzəyirəm? Kimin vasitəsilə özümü göstərirəm? Məni çağırana, yoxsa ətrafdakılara? Allah mənə öz surətini verib. Allah sənə öz surətini verib. Allah bizə öz surətini verib. Amma dünya hələ də bizə deyir ki, özünü tapmalısan. Özünü tapmalısan. Bəzən TikTok vasitəsilə, sosial şəbəkələr vasitəsilə biz neyinirik? Baxırıq, məsəl üçün, sarsıdıcı sözlər götürüb qoyuruq statusumuza. Kəsici sözlər götürüb qoyuruq statusumuza. Biz öz kimliyimizi göstərmək istəyirik bunu. Mən yaxşı bilirəm. Mən sənin payını verəcəm. Bu mənim sənin cavabımdır. Bəzən hansısa statusu qoyur, altında yazır, ünvanlı. Matta 16-cı fəsil 25-ci ayə deyir ki, kim canını xilas etmək istəyirsə, onu itirəcək. Amma kim mənə görə canını itirirsə, onu qoruyacaq. Bu bilirsiniz nə deməkdir? Bu, Məsih üçün yaşamaq da özün üçün ölmək deməkdir. Biz onun kimliyini göstərmək deməkdir. Biz onun kimliyini göstərməliyik. Bizim kimliyimiz onun kimliyidir. Kimin şəxsiyyət vəsiqəsində qonşunun atasının familiyası yazılır. Hər kəs öz atasının familiyası ilə gedir. Niyə? Biz kimin oğlu olduğumuzu göstəririk. Kimin qızı olduğumuzu göstəririk. Düzdür? Bizim atamız odur.
qonşu yaxşı atadırsa, bizim seçimimiz deyil ki, biz gedək ona ata deyək və yaxud onun familiyasını üzərimizə götürək. Bu mümkün deyil. Və əgər biz Məsihə iman etmişiksə, bizim Rəbbimiz odur. Və bizim kimliyimiz onu göstərməlidir. İnsanlarla münasibətdə də onu göstərməlidir. Dava-dalaş vaxtında da onu göstərməlidir. Söz-söhbət vaxtında da onu göstərməlidir. Hər vəziyyətdə sənin kimliyin Məsihi göstərməlidir. Bizim kimliyimiz Məsihi göstərməlidir. Bəzən biz qorxu içində yaşayırıq. Biz kimliyimizi biləndə artıq heç bir şeydən qorxmayacağıq. Yəhyə heç bir şeydən qorxmurdu. Onun həyatına baxanda görürəm ki, çox sərt və radikal bir müjdəçidir. Dedi ki, ey gürzələr nəsli, sizi Allahın qəzəbindən kim xilas eləyəcək? Biz bəzən insanlara gedib müjdə verəndə onların zəhimlərinə baxırıq, deyirik ki, məncə biz burada müjdəməli deyilik. Fürsət gözləyək, vaxtını gözləyək. Yalnız kim olduğunu bilən dünyanın qarşısında dayana bilər. Yəhyə Peyğəmbər kimi. O öz kimliyini bilirdi. O kimliyinin hardan gəldiyini də bilirdi. Ne üçün çağrıldığını da bilirdi. Yəhyə qorxmadı. Çünki o öz rolunu oynayırdı. O öz rolunu bilirdi. O deyirdi ki, mən səsəm. Amma söz Məsihdir. İblis sənin kimliyini sarsıtmaq istəyir. Çünki bilir ki, kim olduğunu bilən imanlı artıq manipulyasiyaya düşə bilməyəcək. Kimliyini bilən imanlı, kim olduğunu bilən imanlı, o heç vaxt qorxmayacaq. O cəsarətsiz olmayacaq. Romalılar 8-ci fəsil 15-17-ci aylarda deyir ki, axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız. Övladlıq ruhunu aldınız. Elə o ruhun vasitəsilə Allaha Abba, Ata deyərək nida edirik. Elə ruh özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. Əgər onun övladlarıyıqsa, deməli həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şərik oluruq. Bu gözəl bir ayədir. Burada sonda deyir ki, onun çəkdiyi, əgər Məsihin izzətinə şərik olmaq üçün onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şərikləri olur. Məsihin çəkdiyi əzablar nə idi? Onun izzətinə şərik olmaq üçün onun çəkdiyi əzablar nə idi? Məsələ çarmıxa çəkilmək deyil. Məsələ müjdənin, xoş xəbərin insanlara çatması üçün əziyyət çəkməkdir. Məsələ bax budur. Bəzən biz başqalarının kim olduğunu göstərə bilmirik. Niyə bilirsiniz? Çünki özümüz kim olduğumuzu bilmirik. Biz özümüzün kim olduğumuzu biləndən sonra başqalarına kim olduğunu göstərə biləcəyik. Əgər kim olduğunu bilmirsənsə, başqalarına Məsihdə yol göstərmə. Çünki hələ sən kimliyini bilmirsən. Kimliyini bil. Buna zaman ayır. Buna vaxt ayır. İnsanlar öz sahələri üzrə bəzən gecə-gündüz çalışırlar. Öz sahələrini bilmək istəyirlər, onu dərindən araşdırırlar. Oxuyurlar o haqda kitabları. O haqda bir çox insanlara qulaq asırlar. Niyə? Öz tutduğu sahədə yaxşısı olmaq istəyir. Zamanının yaxşısı olmaq istəyir. Və bax, biz də öz kimliyimizi bilmək üçün Allahla ünsiyyət bu ən önəmli olan bir şeydir. Biz Allahla ünsiyyət vaxtı onun kim olduğunu biləcəyik. Və eyni zamanda Allahla ünsiyyət vaxtı o da bizə kimliyimizi göstərəcək. Sən kimsən, mən kiməm? Allah belə göstərəcək bizə. Allah Musaya göstərdi, İbrahimə göstərdi, Yeremiyə, bir çox peyğəmbərlərə Allah göstərdi. Allah öz kimliyini göstərdi. Və onların kimliyini onlara dedi. Və öz kimliyini göstərdi. Allahın çağrışı, bizim üçün Allahın çağrışı yalnız bizi xilas etmək deyil.
Səndən, sənin vasitənlə başqalarını da xilas etməkdir. Nə vaxt ki, kim olduğumuzu biləcəyik, o zaman bizim üçün, nə vaxt ki, kim olduğumuzu biləcəyik, o vaxt bizim sükutumuzdan insanlar təsirə düşəcəklər. Biz insanların yanında olanda, biz kimliyimizi biləndə, İsa Məsih neyinirdi? Belə bir ayə var, günahkarlarla otur, amma günah etmə. Eşitmişik bu ayəni, düzdür, məşhur ayələrdən biridir. Biz bəzən seçirik, gedib günahkarların arasında oturmaq. Bəzən fikirləşirik ki, biz onsuz da günah eləmirik, oturaq onlarla, problem deyil. Əsas odur, mən müqəddəsəm. Əgər biz kimliyimizi bildiyimiz an, biz müqəddəslikdə yaşadığımız an, onlarla bir yerdə oturanda, biz onların atmosferinə düşməyəcəyik. Bəzən insanlarla oturanda, dünyadakı insanlarla, onların atmosferinə düşürük. Bir də baxırıq ki, bizim onlardan heç bir fərqimiz yoxdur. İsa Məsih günahkarlarla otururdu. Amin. Biz kəlama baxanda bütün kəlam boyu bunları görürük. Sərxoşlarla, küçə insanlarla, bir çox insanlarla otururdu. Amma günah etmirdi. O insanların atmosferinə düşmürdü. Amma insanlar onun atmosferinə düşürdü. Matta 5-ci fəsil 14-cü ayə. Burada deyir ki, siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Biz bəzən gizlində qalmışıq, bizi görən yoxdur. Biz işığımızı göstərə bilmirik, nurumuzu göstərə bilmirik. Niyə? O yoxdur bəlkə də. Olmayan nuru göstərmək istəyirik. Əgər biz nurumuzu göstərə biliriksə, deməli biz kimliyimizi göstəririk insanlara. Bizim kimliyimiz özümüzdən, atamızdan, nəslimizdən gəlmir. Bizim kimliyimiz Məsihdən gəlir. Biz səsik, amma söz İsa Məsihdir. Kim olduğunu bilən imanlı qaranlıqda alov kimi yanacaq. Çünki nurla dolacaq. Çünki Allahın nuru onda olacaq. Qaranlıqda da amma yanır o insan. O insan görsənir, orada kim olduğu görsənir. Səsindən, ünsiyyətindən, münasibətindən, danışıqlarından o insanın gözlərindən od töküləcək. O insanla ünsiyyətdən zövq alacaqsan. Amma kimliyini dərk eləməyən imanlı, işıq da olsa orada görsənməyəcək. Sən kimsən sualına nəticə olaraq cavablara baxaq. Gəlin özümüzdə deyək, mən Allahın övladıyam. Bizim kimliyimiz, mən Məsihin davamçısıyam. Bizim kimliyimiz, mən ruhla dolu həqiqətin şahidiyəm. Bizim kimliyimiz, mən səhrada nida edənin səsiyəm. Bizim kimliyimiz, bax bu şeylər göstərməlidir. Bizim kim olmağımızı bu şeylər göstərməlidir. İmanlı, əziz bacı qardaşlar, biz yorulmuşuq. Biz neyinirik ki yorulmuşuq? Nədən yorulmuşuq? Biz sadəcə bazar günü ibadətində burada bir-birimizə imanlı kimi görsənirik. Amma çıxanda nə baş verir? Çıxanda nə baş verir? Buradan çıxanda nə baş verir? Biz insanlara necə təsir edirik? Biz kimliyimizi onlara necə göstəririk? Birinci Petr 2-ci fəsil 9-cu ayədə belə bir yer var. Yazılıb ki, amma siz seçilmiş nəsil, padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmişsiniz. Amin. Amin. Məncə şübhə ilə yanaşırıq bir sırada. Hələ də biz şübhə ilə yanaşırıq. Müqəddəs kəlam bizim haqqımızda deyir ki, siz seçilmiş nəsilsiniz. Biz seçilmiş nəsilik. Hardan seçilmiş nəsilik? Kimlərin arasından seçilmiş nəsilik? Biz bu xalqın içindən seçilmişik. Seçilmişik. Padşahın kahin dəstəsiyik. Biz xalqın arasından seçilmişik. Kahin dəstəsi olmaq üçün. Müqəddəs millət olmaq üçün. İndi İsrail xalqını Allah ne üçün seçmişdi? Bunu başa düşürük. Allah xalqın insanların arasından özünə xalq seçmişdi. Və bu günləri bizim xalqımızın içərisindən bizi seçib. Bizi seçib. Ne üçün bilirsiniz?
Azərbaycan xalqı cənnətə gedəcək, yoxsa cəhənnəmə gedəcək? Bax, bu sənin işindir. Bu sənin mövqeyindir. Bu mənim mövqeyimdir. Bu bizim kimliyimizdən doğacaq. Bu bizim kimliyimizdən görsənəcək. Allaha məxsus olan xalq, biz Allaha məxsus olan xalqıq. Biz bu dünyada insanların içərisinə seçilmişik ki, ona məxsus olaq. Canlı, diri olan Allaha məxsus olaq. Amma biz bəzən hələ də şübhə içində yaşayırıq. Mən kiməm görəsən? Evlərdə belə bir söz var, el sözü. Hələ də qaqqa-quqqa ilə məşğul. Hələ də xırda-xırda şeylərlə məşğul. Biz kimliyimizi itirib, gör xırda nələrlə məşğul. Rəbb Allah deyir ki, sizi qaranlıqdan, yəni dünyadan, qaranlıqdan öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün, bəyan etmək üçün. Ne eləmişik? Amin, seçilmişik. Biz bunun üçün seçilmişik. Deməli, xalqın arasından burada oturan bizi ona görə seçib ki, biz Məsihin kimliyini insanlara göstərək. Bax, budur sənin kimliyin. Budur bizim kimliyimiz. Biz səsik, amma söz Məsihdir. Biz bəzən insanlara danışanda ona görə də ehtiyatlı olmalıyıq. Öz sözlərimizi yox, Məsihin sözlərini insanlara çatdıraq. Niyə? Çünki Allaha məxsus olan, biz ona məxsus olan xalqıq. Biz onun üçün seçilmişik. O bizi seçib. Ona görə istəyir ki, bizi hazırlasın. Ne üçün hazırlasın? Dünya üçün hazırlasın. Dünyaya nur olmaq üçün hazırlasın. O qaranlığın içərisində od olmaq üçün, arov olmaq üçün hazırlasın bizi. Bu hazırlıq yeri məbəddir. Bu hazırlıq yeri imanlılarla ünsiyyətdir. Bu hazırlıq yerinin ən mərkəzi Allahla ünsiyyətdir. Bax, biz buradan hazırlanacağıq. Biz buradan hazırlanacağıq. Dünyaya nur olmaq üçün, dünyaya işıq olmaq üçün, dünyaya duz olmaq üçün, dad olmaq üçün. O insan səninlə ünsiyyətdən sonra deyəcək ki, səninlə ünsiyyət ləzzət edir. Kimsə dadsız bir yemək yeyəndə qayıdıb demir, bu yemək ləzzət elədir. Bax, biz həmən o dadıq. İnsanlarla ünsiyyətdə biz o dad olmalıyıq. Biz öz kimliyimizi deyil, bizdə olan Məsihin kimliyini insanlara göstərməliyik. Çünki biz bunun üçün çağırılmışıq. Rəbb Allah bizə öz surətini verir. Biz kimə bənzəyirik? Bəs özümüzü kimə bənzədirik? Kimi təqlid edirik? Buna görə də bizim ətrafımızda olan insanlar, bizim baxdığımız, qulaq asdığımız şeylər, bunlar bizim kimliyimizi bəlirləyəcək, göstərəcək bizim kim olmağımızı. Ona görə də sizdən xahişim var, əziz bacı qardaşlar, Allahla ünsiyyətə vaxtayırıq. Allahla ünsiyyətə vaxtayırıq. Çünki Allahla ünsiyyət, o bizi möhkəmlədəcək. O bizi sınmaz eləyəcək. O bizi cəsarətli eləyəcək. O bizə öz nuru ilə dolduracaq. Allahla ünsiyyətdən, kəlamda yazılıb ki, İsa duadan qaydanda onun üzü neynirdi? Parlayırdı. Günəş kimi. Nurunu görürdü onun şagirdləri onun huzurunda. Biz Allahla ünsiyyətdən sonra bizim nurumuz insanları görsənməlidir. Bazar günü ibadətindən sonra bizim nurumuz insanları görsənməlidir. Biz imanlılarla ünsiyyətdən sonra bizim nurumuz insanları görsənməlidir. Eyni zamanda imanlılarla ünsiyyətdə bir-birimizdə nurumuz görsənməlidir. Bizim yanımıza gələn insanlar bu nuru görməlidirlər. Bu işığı görməlidirlər. Çünki bizim nurumuzu görən insan bizim kimliyimizi görəcək. Bizim kimliyimiz Rəbb Allahdan gəlir. Amin. Bugün danışmaq istədiyim söz bu qədər. Biz artıq 3-cü həftədir kimlik haqqında danışırıq. Çağırışımız, kimliyimizin hardan gəlməsi haqqında. Və bu günləri bu mövzu artıq bitir. Gələn həftə biz başqa bir mövzu haqqında danışacağıq. Ona görə də biz ne üçün çağırılmışıq? Bizim kimliyimiz hardan gəlir? Bax, biz bunları müəyyən etməliyik. Bunu müəyyən eləmək üçün Allahın kəlamına üstünlüyü verməliyik.
Kimliyimizi aydınlaşdırmaq üçün YouTube-dan bəzilər tapıb qulaq asmaqla biz kimliyimizi aydınlaşdırmayacağıq. Biz kimliyimizi aydınlaşdırmaq üçün Allahın kəlamına baxacağıq və Allah öz kəlamı vasitəsilə bizə kimliyimizi göstərəcək. Gəlin bir yerdə dua edək.